Rəqibin gücü bəlli idi, bilirdik ki, bu oyuna onlar daha motivasiyalı, son oyun kimi, çünki son oyuna şanslarını saxlamaq istəyirlər. Əlbəttə, mən də çox yaxşı komandadır. Baxsaq qrupumuzdakı Ukrayna ilə müqayisə etsək, komanda olaraq bunlar daha yaxşı təsir bağışlayır. Məncə ikinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, hansı ki, biraz soyuqqanlı olsaydıq, istifadə edə bilərdik, amma qollar, yəni çox sadə qollar buraxdıq. Bilməm, bu yeniçkilər də var idi, yeni oyuncular da vardı, amma ona baxmayaraq, məncə sona qədər mübarizə apardıq. Son oyunumuz qalıb Fransa ilə, ona hazırlaşacağıq. Buyurun. Keçmiş olsun Ayxanlı. Rəqibin baş məşqçisi də bildirdi ki, ikinci hissədə Azərbaycan millisi daha yaxşı idi. Bir də penalti episoduyla bağlıdır ki, mən deyib təqdir etdim ki, penalti ola bilər. Həmin episodla bağlı sizin də bir şey nəzər etməlisiniz. Əlbəttə, mən bəhanə kimi fikir bildirmək istəmədim. Məncə, hakimlik bizə qarşı açıq-aşkar görsənirdi. Rüstəmin sarı epizodu, çünki oyundan sonra da özü də bildirdi ki, orada sarı bələdiyyə yox idi. Amma təəssüf Rüstəmin oyunu buraxacaq. Və 11 metrə mən də baxdım, məncə 11 metrə idi. Evet. Əhməd Hüseyinisi Yaxamanın geçmiş olsun. İki sual var. Birinci, müdafiədən hücuma keçəndə ən çox nə çarpmadı bugün? Və ikinci sual Rüfət Abbasov start həyata çıxdı. Onun oyunu necə qiymətləndirirsiniz? Ümumən biz hazırlaşmışdıq rəqibin presinə. Bilirik ki, rəqib 200 unsuruyla bizə presin eləyəcəkdir. Haradasa bugün Eminə təşəkkür eləmək istəyirəm. Çünki Emin bir məşqlə bu ağır oyunda iştirak elədi. Çünki vacib idi onun oyunda oynaması. Biraz müdafiəçilərimizin daha soyuqqanlı, daha topla ikinci hissədəki davranışları birinci hissədə çatmadı. Və bu da əlbəttə rəqibin birinci hissədə daha kömək olmaları bizi qarşılamağından irəli gəlirdi. Rüfət Abbasov da, yəni məncə bugün bizim qazandığımız Rüfətin xəyalın milli komandaya qazanmağımız oldu. İnşallah ki, inanıram ki, gələcəkdə də belə devam edəyənlər. Buyurun, görün, dərsini. Orta Məqsədə Sport TV rəqibin ikinci mərtəbədə üstünlüyünü bilə-bilə niyə standart vəziyyətlər və gün zərbələri zamanı üstünlük hava patronlarına verir? Niyə verdik? Bizdən asılıyıq, deyə eləməsələr. Yerlər, ötürmələr ola bilərdə biz Azərbaycan sahə gün zərbələri görürük. Bizim yox, mən deməzdim. Yəni, baxın, biz rəqibin buraxdığı qollarla son oyunlara baxsaq, standart vəziyyətlərdə boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra edə bilməliyik. Amma deməzdim ki, onlar müdafiədə o qədər də yaxşı idilər. Yəni, çünki bəlkə də ən zəif deməyək, ən boşluq olan yerlərdən biri standart vəziyyətdir. Axı, forum stabiliyyəti ilə bağlı olacaq. Deməli, öz klubunda Qarabağda mütəmadi çıxış etməyən Abbas Hüseynov bugün start heyətində yer aldı. Halbuki onun əvəzində, məsəl üçün, daim öz klubunda çıxış edən qismət oynaya bilərdi və yaxud da arazdan çıxanda daim meydana çıxan Abbasov dəvət ala bilərdi. Yəni, sırf Abbasın oynamağının xüsusi səbəbi varmı? Yəni, bugün əgər onu qalsa, bir çox futbolçular niyə demirsən ki, Xaybu oynanır, Xaybu əsas heyətdir. Xaybu yaxşıdır, ona görə də Buyurun, arkada gördünüz. Çok fazla insana bura, hemen kesmiş olsun. İkinci hissədə Azərbaycan bizi həqiqətən çox qəşəng oyun göstərdi. İstər oyuncudan bir başa düşməsi, anlaşması, hücuma çıxmağı, müdafiədə. Və bayaq rəqib baş məşqçisi də qeyd elədi ki, Azərbaycan birisi ikinci hissədə çox gözəl çıxış elədi və onu da qeyd elədi ki, mən bu çıxışı birinci hissədən gözləyirdim. Yəni biz bunu hazırlaşmışdıq, belə çıxışlarını gözləyirdik.
Soruşmaq istəyirdim ki, nəyə görə birinci hissədə oyunumuz belə alınmadı, ikinci hissənin başlanğıcı kimi? Yox, düzdür. İlk 15 dəqiqə yaxşı başlamadıq. Olur, yəni dediyim kimi 2-3 futbolçu ilk oyunları idi. Amma 15-20 dəqiqədən sonra oyunu hardasa biraz yaxşılaşdırdıq. Çünki epizodlar da oldu. Bəlkə də Turalın keçidini xəyal dəyərləndirə bilsəydi. Ondan sonra Nərmanın epizodlar oldu, hansı ki xəyal aktiv idi. Amma ikinci isə əlbəttə hesabda rəqibi biraz müdafiə fikirləri daha çox müdafiə oldu. Yarmaq istədik, dəyişiklik oldu, hücum futbolçular meydançada oldu. Olur, yəni oyun mümkün deyil ki 90 dəqiqə sən yaxşı oynayasan. Çünki bu milli komanda qarşımızda İslandiya bilirik ki Fransaya qarşı bunlar necə futbol oynamışdılar. Ukrayna məğlub olsalar da demişdim ki çox yaxşı komandadır. Olur belə. Başka sorular? Evet, gördüm. Mən qarşılaşmaq zorlar, qısa vaxt, rəqib çox güclü. Yəni, belə bir müddətdə əsas hansı məqama diqqət ediləcəyiz Fransa oyunun hazırlığında və hardasa heyətdə belə də məlumdur seçim çoxdur, amma çox mu dəyişiklik etməyə düşünürsünüz, beynimizdə varmı o həmin start heyətin skeleti belə? Əlbəttə biz bu iki oyuna hazırlaşanda beynimizdə bir fikir var idi. Biraz Rüstəmli Sarıbəliyə limitine düşməsi, biraz bağlarımızı pozdu. Çünki ikinci oyun Rüstəmlə fikirləşirdik əsas heyətdə. Amma dəyişiklik olacaq, duruma da baxacaq. Bir Fransadır, rəqib haqqında danışmalar olmaz, amma oynayacaq səfərlər onlarla mübarizə qaldıq. Bugün qeysək var ki, rəqiblər, qrupdakı rəqiblər hamısı bizdən güclüdür. Yəni bugün bəlkə də qəbul eləmək istəmirik, amma həqiqətən çox çətin qrupdur. Son oyun, məncə bu futbolçular üçün bu oyunlar vacibdir, çəkinmədən oynayacaq. Burada soru var. Süperstar paslardan hazırlaşır. Fernando Sanchez'in dövründə milli komanda Millətlər Liqasında aşağı ligiyə yuvarlandı. Hətta ümumiyyətlə də dünya çempionatının seçmə mərhələsində millimiz 5 oyunda 1 xal toplayıb. Sizcə millidən irəliləyiş gözləməyə dəyərmi? Məncə buna inanırıq. İnşallah ki, ruhdan düşmək lazım deyil. Hələ komandamızda gənclik, get-gedə də gəncləşir. Əlbəttə, birinci məqsəd olmalıdır. C-liqasına qayıtmaq bu ilk millinin qarşısına qoyan məqsəddir. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki orada tam hazır olmaq lazımdır. Əlbəttə, bu gələcəyin işidir. Çətindir, milli komandada bugün böyük bir nəticə haqqında fikirləşmək biraz tezdir, amma çalışmaq lazımdır. Aynen, buyurun. Sport geçmiş olsun. Sualım Emin Mahmud'la bağlıdır. Emin Mahmud'u derbide birinci hisseden sonra üzerine beslenmek istedi. Bugünkü oyunda da 60 dəqiqə meydanda oldu. Emin'in daha önce 60. dəqiqədə əvəzləməyi planlaşdırılmışdı mı, yoxsa həqiqətində çatdırmırdı? Bir də qarşıda Fransa ilə oyun var, Rüstəmdə sarı vərqə alıb, Emin'in də formada tam olmadığını görürük. Bu sizi yenidən narahat edir mi? Əlbəttə, Emin böyük içkidir, Emin böyük içkidir. Yəni bugün heyət genişlədir. Hardasa 70-75 dəqiqə fikirləşirdim ki, Emin oynaya bilər, amma ikinci oyunu da fikirləşdim ki, zədəsinin üstünə gəlməyəcək, çünki zədəsi sağalıb, amma bilirik ki, Neftçidə də hardasa bir məşq edib derbi oynamışdı. Məncə ikinci oyunda ən azı 60-65 dəqiqə oynamaq gücü olacaq. İlkin Sultan. İlkin Sultan Sport biraz.
Dünənki mətbuat konferansında bildirdiniz ki, baş şahid Cahangir Qaraculayevlə 4 saatlıq bir söhbətimiz oldu. Bugünkü oyunda görsəndi ki, milli komandada əsasən öz çempionatda öz komandamda oynamayan futbolçulardır. Yəni 5 dənə səhvlənməmsə startında futbolçu var ki, öz komandalarının mütəmadi oynamırlar. Bu da komandanın 45-50% deməkdir. Fransa ilə oyundan sonra əgər sizdən yola davam edirsə, AFA rəhbəri ilə müzakirə edəcəksinizmi? Çempionatda limit məsələsi dəyişilsin, heç olmasa 9-1-2 olsun ki, öz milli komandamıza oyuncu tapaq ki, oynasın. Limit mövzusu başqa mövzudur, amma mən öz şəxsi fikrimi demişəm, hər kəs bilir ki, mən hansı fikirdəyəm. Mən başqa cür yanaşıram. Bu futbolçuların hansı ki, perspektivi və az oynayırlar. Məncə, biraz özləri də fikirləşməlidirlər. Yəni, təkliflər də var, ola bilər aşağı mücəli komandalar olsun ya aşağı yerlər orada mübarizə aparan komandalar olsun. Amma məncə bir mövsüm orada keçirib daha irəliyə getmək olar. Yəni, bu mövzuda da danışıqlarımız olub ki, çünki bəzi futbolçular var ki, biz də danışırıq, hər gün danışırıq milli komandada, özləri də oynamaq istəyirlər və fikirləşirlər. Məncə buna qərar verməliyik ki, əlbəttə dediyiniz yaxşı mövzudur. Məncə bu olmalıdır, çünki yaxşılığa doğru gedir.